Amma təəssüflər olsun ki, mən bunu deyirəm. Bunu heç Azərbaycanda mən demirəm, başqa mənada demirəm. Bəlkə Azərbaycanda heç arada heç deyilməyib meçidlərdə. Onu nəzərdə tuturam. Nə böyük bir şey olubdur ki, Azərbaycanda 2 dənə hamı tanıdığı bir ruhani, mömin, adili 30 liralar maşına göndərərlər ki, getginən Şamaxıda, Rəsədxanada bir ayı gör, oradan gəldirən biz də deyək ki, qardaş, bu 2 adil gördü. Bu bir çətin problemli bir şeydir. Çox təəccüblü bir şey ki, bunun nəyi var axı, bunun nəyi pisdir, bunun nəyə icazə vermirlər, başa düşmürəm, yoxsa niyə eləmirlər, çox təəccüblü bir şeydir. 2 dənə bir mömin axund ki, bütün respublika tanıyır, etimadı var ona, hamı inanır, o desə onu hamı qəbul edəcək. 100 kilometr yoldur, bax ki, da məni niyə məcbur eləsən ki, mən İrana, Turana, İraqa, ora-bura əl atıram. Sonra da deyirsən ki, niyə onların dediyini elirsən. Ruhani idarəsi bunu niyə eləmir, mən bilmirəm.